Quranda 1400 il əvvəl yazılan bir rəqəm bu gün bizi təəccübləndirə bilərmi? Hər dövrdə müəyyən sıra araşdırmaçılar olub ki, Quranda olan riyazi möcüzələr, rəqəmsal uyğunluqlar üzərində araşdırma aparıblar. Və bir gün bir qrup Quranda olan quru və dəniz sözlərini saymağa başlayırlar. Apardığı araşdırmaya görə Quranda dəniz sözü 32 dəfə, quru sözü isə 13 dəfə keçir. Toplamı 45. Və bu rəqəm üzərində quru və dəniz sözlərinin faizlə miqdarını hesablayırlar. Dəniz sözü 71,1%, təxmini 71%, quru sözü isə 28,9%, təxmini 29%. Maraqlı isə bundan ibarətdir ki, burada araşdırmaçılar başqa bir şeyə şahid olurlar. Belə ki, tapdığı bu rəqəmlər yer kürəsinin səthində olan quru və su sahəsi ilə uyğunluq təşkil edir. Yəni yer kürəsinin təxminən 71%-i su sahəsindən, 29% isə quru sahəsindən ibarətdir. Bu uyğunluq uzun illərdir ki, Quranda rəqəmsal bir möcüzə kimi bizə təqdim edilir və bir çox insanı düşündürür. İslamın bizə verdiyi ən əsas dəlil rəqəmsal möcüzə və yaxud da riyazi bir uyğunluq deyil. İslamın bizə verdiyi ən əsas, ən böyük dəlil Qurandakı mesaj və Quranın hidayətidir. Allah Quranda buyurur ki, quruda və dənizdə insanların öz əlləri ilə etdikləri üzündən fəsad meydana çıxdı. Bəlkə də bu ayə bizə xatırlatmaq istəyir ki, yer üzü bizə bir əmanətdir. İstər quru sahəsi olsun, istərsə su sahəsi. Onu qorumaq da insanın məsuliyyətidir. Səncə bu uyğunluq təsadüfdür, yoxsa üzərində düşünülməsi bir işarədir?